Sizə faydalı bir məlumat vermək istəyirəm. Əgər insan psixoloji vəziyyətini tarazda saxlamaq istəyirsə, bura müəyyən bir əmək sərf eləməlidir. Yəni həqiqətən də əməksiz heç nə yoxdur. Biz xoşbəxt olmaq istəyiriksə, özümüzü tənzimləmək istəyiriksə, mütləq şəkildə özümüz haqqında məlumat əldə etməliyik və özümüzü qorumalıyıq. Belə bir məlumatı sizinlə bölüşə bilərəm. Türklərdə səhv eləmirəmsə ürətmək və tükətmək anlayışları var. Bizdə onu necə adlandıra bilərəm? Bayaqdan düşündüm, ağlıma heç nə gəlmədi. İdxal və ixrac terminləri var, onunla da izah edə bilərəm. Bir insan nə vaxt ki idxal etmir, daha doğrusu ixrac etmir, yaratmır, yaradıcılıqla məşğul olmur, o insan tükətməyə, yəni idxal etməyə məruz qalır, özünü buna məruz buraxır. Bunu nə ilə göstərə bilərəm? Baxın, biz əgər hansısa bir yerdən pul qazanmırıqsa, pul xərcləmək istəyimiz daha da artır. Əlimizdə olan pulu sanki hər yerə dağıtmağa çalışırıq. Bu istər-istəməz, yəni idarə edə bilən insanlar var. Amma insan psixologiyasında belə bir şey var. Mən onu qazana bilmirəmsə, idxal etmə, yəni mənimsəmək ehtiyacım daha da artır. Və yaxud da heç bir işlə məşğul olmuramsa, tənbəllik xüsusiyyətim daha da artır. Ona görə də mən düşünürəm ki, yaratmadıqca, yəni özümüzdən nəyisə vermədikcə, lazımsız bir şeyləri idxal etmək istəyimiz artır. Buna görə son dövrlərdə baxıram ki, insanlar daha çox brend geyimlər, brend görünməyə çalışırlar, bahalı telefon markalarından istifadə edirlər. Ancaq hər şeyi idxal eləməyə çalışırlar. Ortada bir ixrac yoxdur. Mənim düşüncəmə görə həmin o boşluq, yəni nəyisə idxal eləmək istəyi ixrac olmadığı üçündür. Yəni insan özü üçün nəsə yaratmırsa, onun daxilə qəbul etmək istəyi artır. Yəni nələrisə mənimsəməyə çalışır, sahiblənməyə çalışır. Əslində isə bu belə olmalıdır. Biz hər ikisini tarazlıqda saxlamalıyıq. Kütləyəsi. Həm idxal eləməliyik, həm də ixrac etməliyik. Yəni özümüzdən nəyisə yaradıb yönləndirməliyik. Mən də öz həyatımdan nümunə göstərim. Əvvəllər mən yüzlərlə bəlkə də kitab oxumuşam, amma heç birini kimlərlənsə bölüşmürdüm və həmin kitablarda oxuduğum məlumatlar müvəqqəti xarakter daşıyırdı, yadımdan çıxırdı. Amma indi kitab oxuyan zaman mən oradan özüm də nəsə yaradıram, oradan hansısa fikir mənə təsir göstərir, o fikirdən də özümün şəxsi fikirlərim və həyat təcrübəm formalaşır. Və bunu insanlarla bölüşəndə bu bir ixrac kimidir. Yəni mən artıq burada öz potensialımı reallaşdırmağa çalışıram. O səbəbdən dolayı boş-boş işlərə, mənasız şeylərə vaxtım qalmır. Vaxt qalmamaqdan əlavə ehtiyac duymuram. Çünki bu mənə daha çox zövq verir. Siz də əgər psixoloji tarazlığınızı təmin etmək istəyirsinizsə, maraqlı bir hobbi ilə məşğul ola bilərsiniz. Hansı ki, o hobbidə öz yaradıcılığınızı göstərmiş olacaqsınız. Rəsm çəkə bilərsiniz və yaxud da hansısa bir material hazırlaya bilərsiniz. Gildən qablar düzəltmək var. Bir günlük ona gedə bilərsiniz. Bütün bunlar sizin psixoloji vəziyyətinizi tarazlamağınızda sizə faydalı ola bilər. Sizin də buna bağlı fikirləriniz varsa bölüşə bilərsiniz. Kanalıma abunə olmağı, videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşərik. Çox sağ olun izlədiyiniz üçün. Təşəkkür edirəm.